Salam müəllimlər. Mən indi sizlə 8-ci sinifin 3-cü mövzusu olan ev heyvanlarına qulluq texnologiyası mövzusu haqqında məlumat verəcəyəm. Belə ki, şəxsi ev və yaxud da ki, həyət sahibləri sadəcə ev quşları ilə deyil, eyni zamanda ev heyvanlarının bəslənməsi və çoxaldılması ilə də məşğul olurlar. Belə ki, onlar iriboynuzlu və xırdaboynuzlu heyvanlar saxlayırlar. İriboynuzlu heyvanlara inək, camış, xırdaboynuzluya isə qoyun, keçi aiddir. Bilək ki, bazar iqtisadiyyatının əsas qanununda deyilir. Əgər məhsula ehtiyac artırsa, onun qiyməti qalxır və onun istehsalı böyük gəlir vəd edir. Belə ki, ev heyvanları insanlara ət, süd, yağ, yeyinti məhsulları kimi, istehlak xammalı kimi isə yod, yun, cod, tük, dəri, sümüklə təmin edirlər. Və ev şəraitində qoyun və keçi saxlanması kiçik təsərrüfatlar üçün gəlirli bir sahə hesab edilir. Bəs qoyun və keçi saxlamağın hansı faydaları var? Belə ki, qoyun əti dünyanın hər yerində ekoloji təmiz qida hesab edilir. Çünki onun tərkibində müxtəlif hormonlar, əlavələr qatışdırılmış yemlər yoxdur. Çünki onlar o yemi yemirlər, qəbul etmirlər. Və Alman alimləri belə hesab edirlər ki, qoyun əti insanlarda xərçəng toxumalarının inkişafını ləngidir, hətta onları məhv edir. Və qoyun əti iki növə ayrılır. 1 yaşa qədər heyvanın əti, quzu ətidir. 1 yaşdan yuxarı isə qoyun əti adlanır. O çox gözəl dad keyfiyyətinə malikdir. Tərkibi zülal, amin, turşusu, vitamin və mineral maddələrlə mal ətini üstələyir. Qoyun ətinin ən gözəl xüsusiyyəti xolesterinin az olmağıdır. Belə ki, onun tərkibində 290 milliqram kilokalori, deməli, mal ətində isə 750 təşkil edir. Və bütün qoyun cinsləri əti yeməli hesab edilir. Amma əsasən onlar ətlik, yunluq, ətlik və yağlıq qoyun cinslərinə üstünlük verilir. Belə ki, orta yaşlı qoyun cəmdəyi cinsindən və köklüyündən asılı olaraq 18-30 kiloqram, 1 yaşa qədər quzu cəmdəyi isə 15-18 kiloqramı təşkil edir. Qoyun südündə müxtəlif, çox qiymətli pendirlər əldə edilir. Onlar Qafqaz, brınza, pekorino və rokfor kimi növlərə malikdirlər. Və qoyun südünün tərkibində 6,8% yağ, 4,5-6% zülal, 4,6% süd şəkəri, 0,8% isə mineral duz və vitaminlər mövcuddur. Və bütün dünya ölkələri üzrə qoyun südünün ümumi istehsalı ildə 6-7 milyon tona çatır. Quru maddələrə gəlincə isə qoyun südündə onlar inək südünə nisbətən 1,4 dəfə, yağ və zülal isə 1,8 dəfə artıqdır. Və 1 kiloqram qoyun südünün ümumi qidalılığı 1060 kilokalori təşkil edir. Qoyun yaxşı qulluq və yemləmə şəraitində tez artır. Saxlanması üçün isti aylarda heç bir xüsusi şərait tələb etmir. Adətən qoyunlar yayda sürü halında otlamağa çıxarılır. Payıza qədər isə bu otlama davam etdirilir. Qoyun sürüsü iriboynuzlu malqaranın otarıldığı hər yerdə, dağda, qayalıqda, yarğanlarda otlamağa buraxılır. 15 qoyun quzu üçün 30-40 kvadrat metr ağıl və yaxud da ki, arxac lazımdır. Ağıl və yaxud da ki, arxac qoyunların saxlandığı yerə deyilir. Və müasir tikinti materialları vasitəsilə ağıl tikmək o qədər də çətin iş deyil. Çünki isti olması üçün onun hündürlüyü az olmalıdır. Qoyunlar üçün yaşayış yeri mütləq hava dəyişdirici qurğu ilə təchiz edilməlidir. Və ağılın özü olduqca sadə üsulla qoyulur. Bu da tikintini asanlaşdırır. Ağılın istiləndirilməsi tikinti zamanı nəzərdə tutulmur. Çünki qoyunlar özlərini qızdıra biləcək qədər istilik buraxırlar. Ağıl işıqlı olmalıdır. Təzəyin çıxarılması və yay vaxtı havanın dəyişdirilməsi üçün bir açıq pəncərə qoyulmalıdır. Döşəmə lövhələri duru tullantıların rahat axıb tökülməsi üçün məsamələrlə vurulmalıdır. Ağla bitişik çardaq tikilməlidir. Çardaqda axırlar, yem təknələri, sulaklar, su təknələri quraşdırılmalıdır.
Qışda qoyunları təmiz havada yemləmək lazımdır. Kombin edilmiş yemdən ilıq su əlavə edilməklə hazırlanmış horra qoyunların həvəslə yediyi qida bir məhsuludur. Yemləmə zamanı boş ağıllardan peyni təmizlənib atmaq lazımdır. Qoyun ağılında su və yem təknələri qoyulur. Təknələr dirəklərin üzərində asılır ki, qoyunlar onları tapdamasın. Dən və su təknələri bütün qoyunların bir arada su və yem qəbul etmək üçün hesab edilmiş ölçüdə quraşdırılır. Belə ki, onun ölçüsü 0,25 metr olur bir baş qoyun üçün. Döşəməyə saman döşənir. Qışda qoyun az olarsa ağılın peyni təmizlənmir. Çünki peynin üzərində qoyunlar üçün rahat və isti yer olur. Yazda isə bütün ağıl peynini təmizlənib dirriyə tökürlər. Qalan yün örtükləri olduğu üçün onlar soyuğa davamlıdırlar. Küləksiz havada bütün günü bayırda qala bilərlər. Elə bu məqsədlə də ağılın yanında dən və su təknələri təhciz edilməlidir. Və qoyun ziyankar deyil, mehribandır. Başqa ev heyvanları ilə də bir yerdə yaşaya bilirlər. Ağılda rütubət olmamalıdır. Ona görə də hava təmizləyici qurğulardan istifadə edilməlidir. Rütubətli ağılda saxlanan qoyunlar zəifləyir, immunitetini itirir, xəstəliklərə qarşı davamsız olurlar. Quzuların bəslənməsi və yemlənməsi necədir? Belə ki, quzular xüsusi otlaqlarda otarılır və otlamaqla kifayət etmir onların inkişaf səviyyəsi. Belə ki, onlar lazım olan maddələri ala bilmirlər. Ona görə də quzular qidalı yemlərlə yemlənməlidirlər. Bu məqsədlə dənli bitkilərdən ibarət qarışıqlardan, jımıqdan və yaxud da ki, cecədən istifadə edilir. Cecə kənd təsərrüfatında heyvanlar üçün zənginləşdirilmiş yemdir. Eyni zamanda bitkilərin şirəsi çıxarıldıqdan sonra qalan qalığa deyilir. Qışda quzular yüksək keyfiyyətli yemlə qidalanırlar. Az kalorili yemlə qidalanmış quzuların boyunu və çəkisini sonra bərpa etmək mümkün olmur. Hər quzu ən azı 1,5 kiloqram keyfiyyətli otla yanaşı meyvə köklülər qəbul etməlidir. Konsentratlar qəbul etməlidir. Dənəvər düzgündə bir baş quzuya 8-10 qram hesabı ilə verilir. Eyni zamanda ağla daş duz da qoyulur. Bu qoyunların onu yalaması üçündür. Çünki duz nə qədər çox olarsa, onlar duzu nə qədər çox yeyərsə, əti bir o qədər dadlı olur. Əlavə yemləmə üçün nəzərdə tutulmuş quru qida arpa və qarğıdalıdan, yaş qida isə yem çuğunduru və kartofdan ibarət olur. Belə bir fikir var ki, yaşıl otla qidalanan qoyunlara su verilmir. Çünki onun tərkibində su çoxdur. Amma ələxüsus yay aylarında otun tərkibindəki su onları susuzluqdan xilas etmir. Belə ki, onlara gündə 2 dəfə, çox isti havalarda isə 3 dəfə su vermək lazımdır. Əgər qışda qoyun gündə 2,5 litr su içirsə, bu yayda, payızda və yaxud da ki, yazda dəyişir. Belə ki, payızda 3,5, yazda 4, yayda 5,5-6 litrə qədər yüksələ bilir. Və süd verən heyvanlar isə daha çox su qəbul etməlidirlər. Qoyunları səhər otlağa çıxarmamışdan öncə, günorta dincəlmədən sonra, çox isti havalarda isə otlamadan sonra da su vermək lazımdır. Bu heyvanlar çox qorxaqdır. Yüksək səslərə qarşı təlaş onlarda formalaşdırır. Və ən məsuliyyətli ərəfəsi qırxım zamanıdır. Qırxılmış qoyun soyuq havada xəstələnə bilir. Buna yol verməməkdən ötürü qoyunları ağılda saxlamaq məsləhət görülür. Qoyun təsərrüfatı ailə üçün nəinki ekoloji təmiz qida, eyni zamanda corab və dəbli yun köynək üçün təbii bir xam maldır. Mövzumuz maraqlı mövzulardan biridir. Diqqətlə qulaq asın. Uğurlar hər kəsə.